Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aşıq Zülfiyə İbadova həyat yoldaşı ilə ayrılması haqqında yayılan xəbərlərdən danışıb. Xəbər verilir ki, günə uğurla verilişində müğənni Rəvan Qarayevin sənətçiyə həyat yoldaşınızla nə vaxtsa boşanma həddinə gəlib çıxmısınız sualını verməsi onu əsəbləşdirib. Bu sözlər Aşığı özündən çıxardı. Rəvan məni harda görübsə yoldaşım yanımda olub. Belə bir şey deməməli idi. Səhv edib. Belə şey olmayıb. Həyat yoldaşımla bu günə qədər cəmi 3 gün küslü olmuşam. O da oğlumuz Babəkin üstündə deyə Zülfiyə əlavə edib. Aparıcı Aytəkin Mərdanova Ayna Sultanovdakı tıxacdan şikayətlənib. Xəbər verilir ki, o sosial şəbəkədə avtomobilindən video paylaşaraq bunları deyib. Şəhərin heç yerində tıxac olmasa belə Ayna Sultanovda daim tıxac olur. Bir saat oturursan ki, bu tıxacı gözləyərsən. Fərqi yoxdur, səhərdir, günortadır, yoxsa axşam. Anlaya bilmirsən ki, Ayna Sultanovdakı bu nə bəladır. Mən Xəzər TV-dən mikrorayondakı evimə 20 dəqiqə çala bilirəmsə, buradakı tıxaca görə yolu 1 saat 30 dəqiqəyə gedirəm. Artıq bir ildən çoxdur ki, bu bəla davam edir. Saatlarımız tıxacda keçir. Xahiş edirəm, çarə qılasınız.